Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. Həyatın ekranı 14 TV-nin efirində Tanıt Azərbaycanı proqramının növbəti bölümündə hər birinizi salamlayırıq. Biz bugün Bakı şəhəri Binə qəsəbəsində yerləşən İmam Həsən məscidindəyik. Bugün məscidin imamı Hacı Eldaya Hüseynovla həm söhbət olacağıq və elə məsciddə də vətənpərvərlik və şəhidlik məktəbi, şəhadət haqqında söhbət açacağıq. Hacı, hər vaxtınız xeyirli olsun. Sağ olasınız. Xoş gördük sizi. Bizim üçün də sizi görmək xoşdur. Xoş gəlmisiniz, səfa gətirmisiniz. Bir daha xoş gördük Hacı. Çox təşəkkür edirik sizə. İnşallah istərdik bugün elə həm məscid haqqında, həm özünüz haqqında məlumat verəsiniz. Eləcə də bu cür gözəl məsciddə vətənpərvərlikdən və şəhidlik məktəbindən danışarıq. Olar, o zaman buyurağını içəri və orada davam edin. Buyurasınız. Dəyərli izləyicilərimiz, biz hal-hazırda İmam Həsən məscidinin imamı Hacı Eldaya Hüseynovla birlikdəyik. İstərdik Hacı Eldaya Hüseynov öz haqqında məlumat versin. Hacı, izləyicilərimiz, elə sizi sevənlər, sizin elə xütbələrinizi, moizələrinizi, çıxışlarınızı dinləyənlər həqiqətən də sizin haqqınızda məlumat əldə etmək istəyərlər. Onlar üçün də maraqlı olar. İstərdik özünüz haqqında məlumat verəsiniz lütfən. İlk öncə sizi, bu kanalın əməkdaşlarını və sizin şəxsinizdə bizi izləyən dəyərli tamaşaçılarımızı, izləyicilərimizi salamlayıram və təşəkkür edirəm ki, bu dəyərli bir sözün həqiqi mənasında bir verilişə bizə də vaxt ayırmısınız, bizim üçün də vaxt sərf etmisiniz. Hər birinizə təşəkkür edirəm, çox sağ ol deyirəm. Mən Hüseynov Eldaya Natiq oğlu 1985-ci il iyun ayının 1-i Saatlı rayonunun Xanlar kəndində dünyaya göz açmışam və özüm ruhani və xüsusilə də elə atam kəndimizin din xadimi olub, elə bir ailədə göz açmışam. 6-7 yaşında artıq Quran oxuyurdum və ilk təhsilimi elə atamdan almışam, Quran dərsini. Evdə atama deyirdim ki, ata, mən istəyirəm mədrəsəyə gedəm. O zaman mən 3-cü sinifdə oxuyurdum, orta məktəbdə. Bakı şəhərində olan mədrəsələrə və Cəlilabad rayonunda olan mədrəsələrə getdikdə biz oradan yox cavabı aldıqdan sonra geri qayıtdıq. Amma yox cavabı almasına rəğmən o elmə, o təhsilə, dini hövzəyə maraq, o düşünürəm sonra, illər sonra mən cavabını tapdım ki, bu ilahidən olan bir şey olub. Sən hər şeydən qoparaq, kənarlaşaraq, ailədən, nə bilim, sinif yoldaşlarından, öz məhəllədə olan uşaqlardan, oynamaq bir çağında, vaxtında sən ayrılmaq istəyirsənsə, mən nəticədə bunu qəbul etdim ki, bu yalnız həmin 30 il bundan öncə bu ilahidən olan bir hiss olub. Artıq mədrəsələrdən yox cavabı almışdıq yaşımın azdığına görə. Dedim ki, ata, məni mədrəsəyə apar, istəyirəm mədrəsədə oxuyam. İndiki kimi yadımdadır, atam ağlaya-ağlaya məni bağrına bastı. Dedi ki, oğlum, balam, sən şahidsən ki, sənlə birlikdə getdik, amma yox cavab verdilər. Yəni, mən də istəyərəm oxuyasan. Amma böyüyü, yaş həddi müəyyən yaşa çatdıqdan sonra təkrar yenə gedərik. Az öncə qeyd etdiyim kimi, atam kəndimizdə din xadimi, ruhani olduğu üçün qonşu kəndə bir məclisə dəvət alır və həmin məclisdə də
bu mədrəsə müəllimlərindən biri qonaq qismində gəlir. Və orada söhbət əsnasında məlum olub ki, atam bilib ki, bu mədrəsədə müəllim istəyir. Bu Kərbəla Sulduzəmi, o da sağdır. Cəllabadın o zaman Noqolovka kəndi idi, indi Uzuntəpə kəndin adı dəyişilib. Demək, danışırlar, bu deyir ki, biz belə edə bilərik ki, gələr bizdə qalar, özümlə elə gedib gələndə apararam. Mən deməli 96-cı ildə ibtidai təhsilim bitirmədən elə bil ki, orta məktəb dərsi ilə yanaşı paralel olaraq həm də İmam Muhammed Baqir Əleyhisselam adına mədrəsəyə daxil olub 3 il orada təhsil aldıqdan sonra 96, 97, 98-ci illər və sonra Bakışəhəri Maşdağı qəsəbəsində İmam Cəfər Sadiq Əleyhisselam adına olan mədrəsəyə daxil oldum və təhsilimi orada davam etdim və hərbi xidmət vaxtım çatdıqda öz vətənə borcumu yerinə yetirmək üçün hərbi xidməti bitirdikdən sonra həmin mədrəsədə artıq tədrislə məşğul olmağa başladıq və orada tədrislə oxuya-oxuya eyni zamanda Bakı İslam Universitetinə də daxil olub, oranı da bitirdik və həmin illər ərzində biz elə ikinci ali təhsil Bakı Avrasiya Regionşünaslıq və İqtisadiyyat Fakültəsini də həm dini, həm dünyəvi təhsil alaraq və artıq elə Maşdağada tədrislə məşğul ola-ola məhz hal-hazırda əyləşdiyimiz məscidə biz axund olaraq, imam olaraq təyinat almışıq. Artıq həmin illərdən elə bu ilə qədər təqribən 19 ildir ki, elə bu məsciddə xidmətdəyik. Özüm haqqında qısaca, yəni bu qədər. Minnətdarıq sizə Hacı. Elə qeyd etdiyiniz kimi məscid haqqında məlumatı istərdik elə məscidin birbaşa özündə məlumat təqdim edəsiniz. Olar. Onda o zaman buyuraq elə məscidin içərisində. Dəyərli izləyicilərimiz, biz hal-hazırda İmam Həsən Əleyhisselamın adına olan məscidin daxilindəyik və ilahiyyatçımız məscidin imamı Hacı İlday Hüseynovdan məscid haqqında məlumat əldə edəcəyik. Hacı, istərdik məscidin inşası, məscidin tarixi haqqında, qurulması haqqında və bugünkü fəaliyyəti haqqında da bizə məlumat verərdiniz. Demək, məscidimizin tarixi elə də qədim deyil. Hal-hazırda bu Allah evi olan İmam Həsən Əleyhisselam adına olan bu məscid deməli təqribən bir 25 il olar. Demək, öncə məscidin həyətində Hüseyniyyə, indi həyətə çıxdıqda o hissəsini göstərərik, Hüseyniyyədə ibadət edərmişlər. Amma kənd cəmaatının, xeyrsevər insanların təşəbbüsü nəticəsində belə qərara gəliblər və ili-ildən, vaxt keçdikcə, zaman ötdükcə insanlar çoxaldığına görə bir məscid inşa etsinlər və 2000-ci ilin əvvəllərində bu məscid elə kənd, qəsəbə sakinləri tərəfindən, cəmaatın təşəbbüsü ilə elə az öncə qeyd etdiyim kimi xeyrsevər insanların xeyirxahlığı, o gözəl niyyətləri nəticəsində ərsəyə gəlib və elə həmin vaxtdan da məscidimizin elə adı İmam Həsən Əleyhisselam adına adlandırılıb. Biz özümüz 2005-ci ildə hərbi xidməti bitirib qayıtdıqdan sonra burada ara-sıra kəndin möminləri tərəfindən məscidə xütbə etməyə, moizə etməyə dəvət
edirdilər. O zaman mən Maçdağ qəsəbəsində tədrislə məşğul idi. Orada müəllim kimi fəaliyyətdə çalışırdıq. Elə oldu ki, insanların rəğbətindən, uca Rəbbimizin insanların qəlbinə o sevgi, məhəbbəti, onların qəlbinə o belə deyək də, o məhəbbət toxumlarını əkdikdə çox keçmədi ki, o toxum öz bəhrəsini, öz barını verdi və 2006-cı ildə tam 19 il bundan öncə kənd, qəsəbə sakinləri, məscidin əhli bizi elə bura, o zaman məscidin rəsmi axundu imamı olmadığı üçün bizi dəvət etdilər və biz elə 21 yaşından bu məscidin elə axundu imamı kimi indi nə kimi, nə dərəcədə xidmətlik, vallahul alim, ən doğrusun Rəhman və Rəhim olan Allahımız bilir. Amma həmd olsun o illərdən bəri həmi məscid möminlərinin, həmi kənd və qəsəbə sakinlərinin dinə, məzhəbə şövq ilə günü-gündən artdığının şahidiyik. Məscidimizin indiki halısa deməli bir 20 il idi ki, belə deyək də, ümumilikdə inşa edilsə, keçən il yenidən restavrasiya müəyyən, belə deyək də, təbii ki, necə insan yaşa dolduqca müəyyən yaş dövründən sonra həkimə təbii ki, müraciət edir. İllər keçmişdi, biraz təmirə ehtiyacı var idi. Yenə elə öz cəmaatımızın, xeyrsevər insanların, kənd, qəsəbə və ətrafda olan dostların, qardaşların köməkliyi və səyi nəticəsində həmd olsun İmam Həsən əleyhissalam adına olan məscidimiz, hal-hazırda bu dayandığımız ibadət kompleksi məscidimiz ərsəyə gəldi. Rəbbimizə şükürlər olsun ki, ayət-i şərifədə qeyd olunduğu kimi Əuzu billahi mineşşeytanirracim İnnəmā ya'muru masacidəllahi mən amənə billahi vəl yevmil axir. Allah evlərini Allaha inananlar, axirətə əqidəsi, inamı olanlar təmir edər və məhz elə qardaşlarımızın, təbii ki, orada təmir vaxtı fərq etməz, iffət, ismət sahibi olan analarımızdan da, möminə bacılarımızdan da dəstək oldu. Bir sözlə o vəhdətin nəticəsində, o birliyin nəticəsində bu gözəllik, ilahi əsər ərsəyə gəldi. Təbii ki, belə bir deyim var. Məsələn, bu əldir. Hər barmağın özünün bir gücü var. Amma bu barmaqlar cəmləşəndə yumruq zərbəsi yaradır və vəhdət, birlik olan halda təbii ki, güc də olur və gözəllik də ərsəyə gəlir. Məhz bu gözəllik, məscidin bu dizayn baxımından, rəng və s. elə şavirhum fil əmr ayəsinə onlarla məşvərət edin deyə bu sahədə mütəxəssislərlə də məşvərət məsləhət elədi və sonda gözəl bir iş ərsəyə gəldi. Çox təşəkkür edirik Hacı, məscid haqqında həqiqətən də çox təfərrüatlı məlumat verdiniz. Elə məscidin həm daxili işlənmələri, həm tərtibatı həqiqətən göz oxşayandır və elə daxili interyerdə həqiqi mənada öz gözəlliyini insanı valeh eləyir. Hacı, biz əsasən bugün istərdik həm məscid daxilində, biz bilirik ki, İslam dininin əsas qayələrindən biri, imanın şərtlərindən biri olan, elə imandan irəli gələn vətən sevgisidir, vətənpərvərliyidir. İstərdik bu haqda sizdən danışaq. Ümumiyyətlə bir müqəddimə kimi vətənpərvərlik bir insanın həyatına, bir xalqın müqəddəratına ümumiyyətlə nə cür təsir göstərir? Sözümə və mövzumuza dillər əzbəri olan, bir çoxlarımızın əzbər bildiyi, hədis qaynaqlarından əlimizə gəlib çatan Peyğəmbər sallallahu aleyhi və səlləmin belə bir ifadəsi, kəlamı var. Hubbul vətən minəl iman. Vətəni sevmək, vətəni olan sevgi imandan doğar. Əgər biz baxmış olsaq, kainatın ən üstünü, ən əfsəli, ən ali yaradılmış
sonuncu peyğəmbərimiz vətəni imanla bağlayırsa, bu Allahdan gələn bir hissdir. Allahdan gələn bir duyğudur. Əslində vətən belə ifadə etmiş olsaq, ailə vətəndir, övlad vətəndir, namus, şərəf, bunlar. Necə insan öz ailəsini mühafizə edir? Necə övladı üçün fədakarlıq edir? Deməli, əgər biz bu yanaşma ilə, psixologiya ilə məsələyə baxmış olsaq ki, vətən ailədir, biz ailəmizi qoruduğumuz kimi vətənimizi də qorumaq bizim boynumuzun borcudur. Əgər mən bu vətən üzərində, bu torpaq üzərində təbii ki, o geniş bir anlam daşıyır. Yəni, məsələn, baxsaq, insanın o doğulduğu yer, məsələn, insan doğulanda bir ailəyə mənsub olur. Amma biraz böyüyür, məktəb illəri ailədən çıxır, bəzən bir kəndə mənsub olur. Amma onun ictimai fəaliyyətinə görə, onun dünya görüşlərinə, baxışlarına, xidmətlərinə görə bəzən rayon coğrafiyasına qədər yüksəlir. Oradan şəhər, ölkə, bəzən insan ölkə coğrafiyasını aşaraq dünya miqyasında tanınan bir simaya çevrilir. Deməli, biz doğulanda bir ailəyə mənsub olsaq da, biz ümumilikdə vətənimizin uğrunda, necə ailə, övlad uğrunda insan canından keçir, fədakarlıq edir, bu vətənimiz uğrunda da biz canımızdan keçməyə hazır olmalıyıq. Vətən sevgisi müqəddəs bir sevgidir. Necə atamızı, anamızı seviriksə, təbii ki, burada elə Peyğəmbər Salavatullahın kəlamı ilə mövzu daha da fundamental, daha da təməlli, özüllü bir hal alır ki, doğrudan da vətəni sevmək imandandır. Bax, biz vətənimizi sevməsəydik, vətənə olan sevgi, qayğı olmasaydı, axı biz ibadətimizi, məsələn, bu məsciddə edərək elə vətənimizdə bunu edirik. Yəni, bilavasitə bunların hamısının bir-biri ilə bağlılığı və əlaqəsi vardır. Hacı, elə vətəni qorumaq, həqiqətən də vətənə xidmət etmək, vətəni hifz eləmək deyildikdə istər-istəməz həm şəhidlik məktəbi insanın zehninə gəlir, insan yaddaşına gəlir və eləcə də bizim şanlı zəfər tariximiz, 44 günlük vətən müharibəsi, eləcə də əlbəttə 1-ci Qarabağ müharibəsi, aprel döyüşləridir. Bunlar ümumilikdə bizim artıq tariximizə qızıl hərflərlə yazılmış səhifələrdir. Elə istərdik ki, həm 44 günlük vətən müharibəsi haqqında, həm siz özünüz də iştirakçı olmusunuz birbaşa, həm də elə şəhidlik məktəbi, bizim şəhidlər haqqında elə sizdən bir fikir alaq. İlk öncə mövzunun əhəmiyyət və mahiyyətini daha da dərindən dərk etməyimiz üçün Allah Teala Quran-ı Kərimdə, sonuncu səmavi kitabımız olan Quran-ı Kərimdə 54 yerdə şəhidlik barəsində danışır. Amma daha şöhrət, daha məşhur olan Əl-Bəqərə və Ali-İmran surəsində olanlar, ayələr ki var. وَلَا تَحْسَبَنَّ الَّذ۪ينَ قُتِلُوا فِي سَبِيلِ اللّٰهِ Allah yolunda öldürülənləri siz ölü hesab eləməyin, elə fikirləşməyin onlar ölüb deyə. Və yaxud da digər ayət-i şərifədə وَلَا تَقُولُوا deməyin. Yəni bu ifadəni ağzınıza alıb bu sözü söyləməyin ki, onlar öldü. Əslində İmam Əli əleyhissalamın belə məşhur kəlamı var. Buyurur ki, nə çox diri insanlar var ki, diri ikən ölüdülər. Bəli. Nə çox ölü kimi zənn edilən insanlar var ki, onlar ölü ikən diridilər. Əgər bir insan sağ ikən nə ailəsinə, nə cəmiyyətə, xalqa, millətə, ölkəyə əgər faydası yoxdursa, o insanın varlığı ölmüş kimi. Amma bir insan elə bir elmi əsərlər qoyub, xalqına, millətinə, ölkəsinə, cəmiyyətinə, dininə, məzhəbinə fayda verici bir səmərəli, məhsuldar insan olubsa, o dünyasını dəyişmiş olsa belə, məsələn, baxsaq, bizim klassiklərimiz, nizamilərimiz,
Məhəmməd Füzulilərimiz və s. Bunlar, yəni bu günləri adları çəkilirsə, onlar diridir. Və Allah şəhidə ölü ifadəsini işlətməyin deyə söyləyir. Yəni onlar diridir, onlar yaşayır və bəli, onları da yaşatmaq bir xalq olaraq, bir millət olaraq, vətəndaş olaraq hamımızın boynunun borcudur. Təbii ki, Allah dostlarının, biz tarixi məsumların və digər peyğəmbərlərin həyat tərzinə baxdıqda onların belə duası olub. Allahümmə rzuqna indəl mevt əş-şəhadə. Allahım, ölüm anında bizə şəhadət nəsib et. Adam, insan peyğəmbərdir, məsum imamdır, övliya, övsiya, Allah dostudur. Amma bunlar bir yana əli dua zamanı Rəbbinə üz tutub, əl açıb dua edərkən buyurur ki, Allahümmə rzuqna şəhadətə indəl mevt. Allahım, ölüm anında bizə şəhadət nəsib. Görün, bu necə bir ali məqamdır ki, bu Peyğəmbər məsum imam olması ilə, Allah dostu olması ilə yanaşı, amma sonda o cür. Biz İstər şəhadətlə, istər belə, sonda ölüm şərbətini hər birimiz dadırıq, içirik. Amma o cür olması ən alisidir. Çünki hədislərdə var, qiyamət günü insanlara xitab olunar ki, xüsusilə də cənnət əhlinə müraciət olunar ki, kim yenidən dünyaya qayıtmaq istəyər? Cənnətdən o tərəfəsi yoxdur da, yəni ötəsi yoxdur. Amma deyir, onların içərisindən bir zümrə şəhidlər səslənər, qalxar ayağa ki, əgər biz dünyaya qayıtdıqda yenidən şəhadətlə sonlanacaqsa bizim ömrümüzün sonu, biz şəhid olacaqsa, biz yenidən dünyaya qayıtmaq istəyərik. Ona görə görün o məqam necə bir ali məqam. Şəhid Allahın adlarından biridir. İnnehu ala kulli şeyin şəhid. Ayət-i şərifədə keçir. O hər şeyə şahiddir, hər şeyi görürmüş. İnsan gör əməli ilə, niyyəti ilə bir zirvəni fəth edir ki, yaradan Allah, mütləq qüdrət, qüvvət sahibi olan, rəhman və rəhim olan Rəbbimiz öz adından birin yaratdığına verir. Çox böyük məqamdır. O nöqteyi nəzərdən, bəli, bu şəhadət zirvəsi alidir. Bizim vətənimizin istiqlalı uğrunda canlarını fəda vermiş şəhidlərimiz olub. İstər 1-ci Qarabağ müharibəsi, biraz da önə getmiş olsaq, 1918-ci ildə Şərqdə ilk müsəlman demokratik bir ölkəsinin yaranması dövründə canlarını fəda vermiş. Bir sözlə vətənin vətən kimi formalaşmasında, bir xalqın, bir millətin millət kimi, xalq kimi, dövlət kimi formalaşmasında orada canlarından, qanlarından keçən vətəndaşlar olur. Və məhz bizim 1-ci Qarabağ müharibəsi dönəmində 2016 aprel döyüşləri, Tovuz hadisələri, şanlı zəfərimiz hərb tarixində unudulmaz 44 günlük zəfərimiz, sonda sentyabr lokal antiterrorda dünyasını dəyişən şəhidlərimiz bizim xalqımızın unudulmaz əbədi bir tarixidir. Biz vətəndaş olaraq hal-hazırda o hadisələri yaşamışıqsa, görmüşüksə, bizim vətəndaşlıq borcumuzdur ki, biz bunu özümüzdən sonraki nəslə miras kimi qoya bilək, ötürə bilək. Və o ənənəyə sadiq qalaraq biz məscidimizin həyətində də məhz elə qəsəbə şəhidlərimizin təqribən istər 1-ci Qarabağ müharibəsi dönəmində, istər 2-ci Qarabağ döyüşlərində 44 günlük zəfərimizdə canları ilə xalqımıza, millətə həyat bəxş edən, qürur bəxş edən şəhidlərimizin cuşəsini yaratmışıq ki, hər məscidə gələn, yaşından asılı olmayaraq ilk öncə şəhidlərimizin o cuşəsini, abidəsini ziyarət edər, dualar edər və hətta orada kiçik bir bağ kimi yaratmışıq ki, yolla keçənlər belə gecə işıqlandırmasını da etmişik ki, göz
yaddaşı deyiləsi bir şey var. Bəzən insan eşidər, unudar. Amma gördüyü bəzən unutmursan. Tutaq ki, sən birini görmüsən, onun adını yadından çıxarmısan. Amma bir dəfə görəndə o göz yaddaşında deyirsən ki, mən sizi hardasa görmüşəm. Və məhz bizim gənclərimizin, bu gənc nəslimizin də o şəhidlərimizi unutmasın deyə və xüsusilə bu şəhadət məktəbinin İslamla, imanla birbaşa əlaqəsinin olduğuna görə biz onu məscidin həyətində etmişik. Çünki baxmış olsaq, o vətənpərvərlik mövzusunda qeyd etdiyim hubbul vətəni minəl iman, vətəni sevmək imandandır. Bura imanın təzahür etdiyi bir məkan, yer, coğrafi məkan, ərazi olduğuna görə və məhz şəhidlərimizin də o ali hədəf və şəhadət məktəbinin də elə bu məktəbdə bizə öndərlər Seyyid-i Şühəda, Behiş cavanlarının ağası, sonuncu Peyğəmbərimizin nəvəsi İmam Hüseyn əleyhissalam olduğundan məhz bu şəhidlərimiz də o məktəbin məzunları olduğuna görə məscidimizdə biz şəhidlərimiz üçün bir güşə yaratmışıq. Lütfən istərdik elə bizə həmin güşə ilə birbaşa əyani şəkildə tanış edəsiniz. Buyurasınız, gedib həmin yeri göstərək. Hacı, İslam dini həqiqətən yeganə dindir ki, vətən uğrunda canından keçməyi şəhadət qisminə daxil edir. Düzdür, digər səmavi dinlərdə də şəhidlik anlayışı var. Ən yaxşı halda müqəddəs torpaqlar uğrunda canından keçməyi şəhidlik bilirlər, amma İslam dini həqiqətən də universallığı elə insanın doğma eli, obası, öz dövləti üçün canından keçməyini şəhadət məqamı ilə lütf edir. Elə burada da siz göstərdiyiniz kimi nə qədər şəhidlərimiz var, elə istərdik bu güşənin yaradılması haqqında bizə məlumat verəsiniz. Ümumilikdə belə deyək, İslam dinində belə bir termin keçir. Bir infaq var, bir də isar var. İnfaq, əgər bir yoxsul insan, səndən ehtiyaclı insan nəsə istəyibsə, özüyə çatacaq qədər də özündə də qalır və ona verirsən. Bu infaqdır. Yoxsula, imkansıza. Amma isar, məsələn, özün susuzsan, su axtarırsan. İndi su tapmısan, biri səndən su istəyir, özün yoxdur, özün də ona ehtiyacın var. Amma onu ona verirsən. Bu isardır, bu ən ali məqamdır rütbə olaraq. Şəhidlərimiz də əslində canlarını bu vətən uğrunda, xalq uğrunda infaq deyil, isar edib. Çünki burada şəkildə gördüyümüz bu igidlərimiz, ərənlərimiz, cəsurlarımız, orada cənab generalımız və 1-ci Qarabağ müharibəsi və 44 günlük zəfər tariximizdə olan, şanlı zəfərimizdə olan şəhadət zirvəsinə ucalan bu igidlərimiz, sizlər, bizlər və bizi izləyən yüzlər, minlər, 10 minlər tamaşaçılar, izləyicilər ki, onlar da həyatda yaşamaq istəyirdi. Onların da ailəsi olanlar var idi, subay olanlar, ailə qurmaq istədiyi xanımlar var idi. Bir sözlə, sənin və mənim təki, sizin və bizim təki, onların da həyatla bağlı arzuları, xəyalları var idi. Candan ötə bir şey yoxdur. Məsələn, bir avtoqəza baş verir, maşın tamamilə yararsız vəziyyətə düşür. Əgər oradan sağ çıxırsansa, gələnlər hamısı deyir ki, qurban olsun canına. Bəli. Qurban olsun canına, canın sağ olsun. Əgər canına bir şey olsaydı, o zaman nə olardı? Yəni, bir sözlə, insanın başına gələn bütün hadisələrdə can mühafizə olunur, qorunur. Amma bu igidlərimiz, bu ərənlərimiz bu günləri biz bu atmosferdə, coğrafi ərazidə rahat çəkiliş edək deyək, bu
ibadət güşəsi olan İmam Həsən əleyhissalam adına olan məsciddə rahat ibadət edək deyə onlar canlarından keçdilər. Ona görə biz kənd sakinləri ilə, məscid əhli ilə belə bir qərara gəldik ki, bizim burada rahat ibadət etməyimizdə belə, Rəbbimizə əl açaraq dua etməyimizdə belə, əgər bu ərənlərimizin, cəsurlarımızın, igidlərimizin, şəhidlərimizin boynumuzda haqları varsa, biz də bir vətəndaş olaraq, bir inancılı insan, mömin, məscid əhli olaraq qərara gəldik ki, qoy onların ruhu daima yad edilsin. Çünki onlar canları, qanları naminə bizim burada rahat ibadət etməyimiz üçün canlarından keçibsə və onun qarşılığı olaraq biz də bu güşəni yaratmaq fikrinə düşdük və güllər içərisində onlar zaten o ali hədəf, məqsəd uğrunda canlarını fəda verdiklərinə görə elə cənnətlə müjdələnərlər və burada bu güşəni yaratmışıq və bayrağımızı burada yerləşdirmişik ki, məhz elə bu şəhidlərimiz o bayrağımız üçün, istiqlalımız üçün, xalqımız üçün canlarını veriblər və o nöqteyi nəzərdən biz bu güşəni yaradıb xalqın, millətin yaddaşında əbədiləşdirmək üçün, şəhidlərimizin daimi qalması üçün bu güşəni biz yaratmışıq. Çox təşəkkür edirik Sahacı. Bu gün həqiqətən də vətənpərvərliyi mövzusunda, şəhadət məktəbi mövzusunda çox təfərrüatlı məlumatlar verdiniz. Həqiqətən də elə incə məqamlara toxundunuz ki, həm insanın qəlbini riqqətə gətirir, eləcə də inanırıq ki, tamaşaçılarımız üçün bizi həm Azərbaycanda, həm Türkiyədə, həm ümumiyyətlə bütün dünyada izləyən həm vətənlərimiz, Azərbaycanı sevənlər həqiqətən bu proqramda sizin çıxışınızdan faydalanacaqlar, fayda götürəcəklər. Allah razı olsun. Mən də sizə və sizin timsalınızda bu gözəllikləri insanlara, xalqa, millətə, büsbütün dünyaya çatdıran hər bir kəsə təşəkkür edirəm. Sizlər də sağ olun, nə yaxşı ki varsınız ki, bu gözəlliyi mavi ekran vasitəsilə bütün duyub, görmək istəyən hər bir kəsə çatdırırsınız. Minnətdarıq sizə, var olasınız. Sağ olasınız. Dəyərli izləyicilərimiz, Tanıt Azərbaycanı proqramının növbəti bölümü sona çatdı. Bu bölümümüzdə Bakı şəhəri Binə qəsəbəsində yerləşən İmam Həsən məscidində olduq. Məscidin imamı Hacı Eldaya Hüseynovla həm söhbət olub, vətənpərvərlik və şəhidlik məktəbindən söhbət açdıq. Allah Taala, mütəal Allah dövlətimizi, xalqımızı, millətimizi qorusun və eləcə də şanlı tariximizdə qızıl hərflərlə yazılmış 44 günlük vətən müharibəsi və eləcə də şəhidlərimizin şanlı xatirəsini növbəti nəsillərə ötürməyi müvəffəq etsin. Növbəti buraxılışlara dək Allah'a əmanət.